Deməli, Session Volume Profile 17-ci dərsə gəldik, çıxdıq. Session Volume Profile demək olar ki, istifadə olunan volume profile növləri var da. Məsələn, əvvəlki günün profili, gündəlik profil, davam edən developing profil. Bunların demək olar ki, içindəki bəlkə də ən vacibidir. Belə deyim ki, ən vacibidir. Session Volume Profile nədir? Sessiyanın volume profili, yəni başqa deyişlə, adından da bildiyiniz kimi, market açılıb bağlanan kimi baş vermiş ümumi həcmin paylanmasını görmək üçündür. Market 18:00-da açılır. New York saatı ilə, bizim saatımızla yox, New York saatı ilə market 18:00-da açılır. 17:00-da da bağlanır. Amma o bağlanma, yəni traderlər üçün bağlanma 16:10-da olur. 16:10-da olur. Və o yerdə qalan 17:00-a qədərsə marketdə qiymət sanki hərəkət edirmiş kimi görünür. Onda yəni siz trade edə bilmirsiniz. Sizin əməliyyatlarınız 16:10-da bağlanır. Overnight saxlamaq brokerlarda bəzi olur, amma onda da margin yüksək tələb edirlər. Bəli, 16:10-da məsələn gün bağlanır. Trade günü. Market burada bağlandı. Orada bağlı qalır və 18:00-da açılır. Session Volume Profile çox vacib tooldur və ümumi bütün yanaşmalarda yeri çox özəldir. Həqiqətən çox vacib, çox özəl, çox. Yəni scalper üçün də, ümumiyyətlə swinger üçün, swing trader üçün də çox vacibdir. Bəs yaxşı, Session Volume Profile necə görmək olar? Bunu yəni ki, adi volume profile olduğuna görə bəzi yəni ki, toollar var ki, onlar göstərir. Məsəl üçün birbaşa Session Volume tool ilə baxmaq olar. Birazdan göstərəcəm TradingView'da. Fixed Volume Profile ilə günün başlanğıcından sonuna qədər çəkir. Yəni texniki olaraq Session Volume Profile-in etdiyi də elədir. Günün başından sonuna qədər olan yerin həcmini çıxardır. Bunu yəni Session Volume Profile özü də avtomatik olaraq edir. Və yaxud da əgər o yoxdursa, Fixed Volume Profile ilə də günün əvvəlindən sonunu görmək olur. Hazırda içində olduğumuz davam edən günün isə Session Volume Profile-ni görmək üçün ya bununla baxmaq olar, Session Volume Profile toolu ilə, ya da ki Unchord Volume Profile ilə baxmaq olar. Yəni davam edən günü, yəni developing value bunu görməkdən ötürü 18:00-a qoyuruq. Yəni Unchord Volume Profile-da 18:00-a qoyuruq günün əvvəlinə. Və gün davam elədikcə bildiyiniz kimi Unchordda necə idi? Hər dəfəsində toplayır. Məsələn belədir, gün davam elədikcə bu şişməyə başlayır, dəyişməyə başlayır. Yəni davamlı olaraq dəyişir. Ona görə buna developing deyilir. Developing value əvvəlki dərsdə danışmışdıq deyəsən onda. O vaxtda irəlidə də danışacağıq onsuz da. Və son olaraq demək olar istifadə etmədiyimiz Session Volume Profile qrafiki ilə. Session Volume Profile qrafiki ilə. Onunla da görmək olur. İndi burada yadıma düşdü. Session Volume Profile qrafikində indi göstərəcəm nədən ötürüdürsə. Yəni belədir. Bunlarla görmək olur. İndi bunların hamısını bir-bir göstərirəm mən TradingView'da. Birinci Session Volume Profile toolunun özündə CVP HD. Baxın burada başda çıxır Session Volume Profile HD. Amma bu premium lazım olacaq sizə. Onu həll edərsiniz. Ondan sonra bunu avtomatik özü göstərir. Əgər footprint-də istifadə edəndə onda deyək ki, premium edəsiniz. Belə, bunu indi onsuz da mən əlavə eləmişdim. Qayıtdı yenə əlavə elədi. Ona görə onu silirəm. Mən sadəcə öz ayarlarımı göstərirəm burada. Session Volume Profile X-də deməli burada Session All seçirsiniz. Burada başqa ayarlar da var. Məsəl üçün ümumini göstərmək üçünsə də ayrı-ayrı pre-market, market, post-market belə seçəndə görək necə olur. Burada nəsə elə də bir şey dəyişmədi. Pre-market onu seçəndə yenə də nəsə dəyişmədi. Market onu seçəndə sadəcə New York sessiyasını. Post-market
Yəni ki, daha əvvəli. Nəsə bunlar deyək ki, eyni zamanda dəyişdilər. Amma burada all seçin sadəcə ümumiyyətlə sessionu göstərsin deyə. Custom session'dır, yəni New York'un başladığı, bitdiyi yerə qədər. Bu nəsə bir dəyişmək olmur burada. Başqa? Hə. Bunlar belə qalır. Bunları vəl-yarıya filan heç ehtiyac yoxdur. Rənglərinə görə vəl-yarıya kifayətdir. Width 60 seçin. Bura məsələn deyəsən defaultda 30 olur. 30 çox balaca. Görürsüz içinə yığılır, yastı olur. Həmin onu qalınlaşdıranda bu daha gözə çarpan olur, daha aydın olur. Burada deməli placement left olacaq, right olması da heç ergonomik deyil, sağda olmalıdır. Up volume burada ikinci, down volume dördüncü, vəl-yarıya 75% ilə birinci, vəl-yarıya down burada 75% ilə ikinci. Yəni bu vəl-yarıyanı mənə rahat göstərmək üçün kifayət edir və histogram boxu da 0-a qədər bağlayın. Visibility-yə də toxunmayın. Və bunu görsəniz 5 dəqiqənin 1 dəqiqəlikdə də 5 dəqiqəyə baxsaq görərsiniz ki, günlərin hərəsinin özünün ayrıca session volume profili var. Yəni sessiya profili var. Bu gün də dünən həcm belə olub, dünəndə dünən həcm belə olub. Dünənin məsəl üçün vəl-yarıyası bu hissədədir. Dünənin ən çox həcm icra olunmuş yeri və s. bu hissədədir. Məsələn, ondan əvvəlki gün baxırıq ki, bu hissədə qiymət daha çox yüksək həcm görüb, bu hissədə vəl-yarıyası bura düşüb və s. və s. Və yaxud da nə bilim, və yaxud da overlap. Overlap nədir? Deyək ki, bu hissə ilə dəyər zonasının altı ilə bu hissə üst-üstə düşüb, üst-üstə düşdüyünə görə də fikir versəniz, neçə dəfə gəlir, bunun altına keçə bilmir. Çünki overlap güclü zonadır. Dəyər qayıdır, dəyər qayıdır, dəyər qayıdır. Yəni bu tamamilə bu ümumi baxış bucağıdır. Yəni model deyil, yenə deyirəm, körpü deyil. Və bunu biraz belə uzatsanız görərsiniz ki, bir başqa günün yuxarı bu yüksək həcmli zonasının yuxarı sərhədi, bunun aşağısı, bunların hamısı overlap edib, daha çox üst-üstə düşüb. Və yaxud da görərsiniz ki, overlap hələ gələcək mövzuda, o haqda danışmayayım. İndi sadəcə başa düşün sessiya verin profili fisu. Onsuz da hər şeyin öz yeri var. Hamısının özünün yerində başa düşəcəksiniz. Overlap nədir? İndi çoxsu bilmir. Mən onu orada izah eləməyim ki, baş qarışıqlığı yaratmasın. Sessiya verin profili ikinci nə ilə baxmaq olur? Deyək ki, bu əlaməti qoyduq qırağa. Məsələn, açırıq buradan fixed value profili. Fixed value profildə dedik ki, nə edirik? Məsəl üçün deyək ki, bu günə baxmaq istəyirəm də. Gəlirəm o günün 18:00-dan belə qoyuram. Çəkirəm hara kimi 16 17 növbəti gün 18-nə kimi çəkə bilərəm. Yəni fərqi yoxdur. Görürsüz? Belə, indi burada developing value area-nı açmışam mən. Developing value area necədir? Value area birinci belə qalxıb, sonra gün davam elədikcə qiymət daha da aşağıya çəkilib. Yəni value, yəni daha doğrusu dəyər zonası get-gedə daha da aşağı çəkilib. Bu bəli mənə ifadə eləyir. Baxırsınız necə baxırsınız ona. Fix value profile ayarlarını əvvəlki dərsdə göstərmişəm. Və görsəniz, indi fikir versəniz, fixed value profile ilə bir günü çəkmişəm də. Bax, bu günü, yəni bu gün başlayıb bitənə qədər buranı fixed value profile göstərir. Həmin gün session value profile-da açsaq, görərsiniz ki, eyni şey olur. Bunu indi fixed-i mən silim. Fixed-i göz yaddaşından yadınızda saxlayın tez. Saxlayın, 3, 2, 1, getdi. Qaydaq, məsələn, sessiya value profile açsaq, görürsünüz, eyni şeydir. Düz indi rənglər filan biraz da fərqlidir, amma eyni şeydir. Yəni oranın həmin günün profilini göstərir. Yəni məsələn bunu belə siz necə görə bilərsiniz? Artıq ki hər günün sabit value profilini başından sonuna kimi belə çəkəsiniz ki, bitdiyi yer, başladığı yer, bitdiyi yer, başladığı yer. Yəni şərt o deyil ki, imenli 16:00-dan, yəni 18:00-dan başlasın. Ola bilər 18:20-dən başlasın da 16, nə bilim, 20-də filan bitirdi. Yəni onsuz da onlar o qədər də böyük əhəmiyyət kəsb eləmir. O 20 dəqiqədə, 10-15 dəqiqədə o tərəfə bu tərəfə olsa, o həcm önəm kəsb eləmir. Əsas önəm kəsb edən həcm New York sessiyası, yəni saat 9:30 açılışından düz PM sessiyasına qədər dönən həcmdir. Yəni market bağlanana kimi dönən həcm, 15:00-a kimi dönən həcm. Yəni əsas burada böyük hissəni o əmələ gətirir. Yəni 16-yı gecə 16-nın burasına qoysanız, səhərin o bir tərəfinə qoysanız, o session value profile-də də böyük bir fərq yaratmır. Məsələn, bunu gördünüz, buradan belə götürdün, belə qoydun. İndi bəzilərini çəkdim, gəlin bunları bağlayım. Görürsünüz eyni şey. Üst-üstə, üstünə açsanda eyni şey.
Yəni beləcə başqa bir üsuldur ki, belə baxasınız. Yəni value area da üst-üstə düşməlidir. Hesablama yanlışı olmur çünki bunlarda. Value area love da point of control da keçən dərs value area da izah elədiyim kimi. Bunları silək. Sonra başqa nə cür baxmaq olar? Bir dənə xatırlayım. Unhurt value profilindan dedik ki, bu gün içində olduğumuz günə baxmaq olur. Deyək ki, gün buralarda açılıbmış. Buralardan məsələn 18:00-a günün əvvəlinə qoyulur. Deyək ki, marketə də açılmayıb, açılanda necə olacaq? 18:00-a qoyulur. 18:00, 18:20 olsun, 18:35 olsun. Yəni təxminən oralara açılış yerlərinə. Yəni çünki buradakı həcm o qədər də böyük bir şey deyil, mənə ifadə eləmir. Gün davam elədikcə məsələn Anxort hələ də belə görünür də. İndi deyək ki, gün davam eləyir. Yəni görürsüz, gün davam elədikcə həcmə fikir verin. Həcm dəyişir. Yəni bəzi yerlərdə artır, yəni bəzi yerlərdə azalır deyilən bir şey yoxdur, ancaq artır. İcra olunduqca indi biraz qabarır və bu nədən ötürüdür? Niyə bəzən içə çəkilir, bəzən çölə çəkilir? Biz backtesting modundayıq deyə, bəzi yerə yeni həcm icra olunanda onu yenidən hesablayır deyə, arada bir içinə qayıdır. Yəni bura şişəndə ona nisbətən bura balacalanmalıdır da. Əvvəl bura balaca deyildi, amma bura ondan böyükdürsə, bura balacalanmalıdır ki, nisbətdə bura sığışsın, yoxsa bura belə arta-arta gedərdi. Ondan ötürü biraz hərəkət edir. Amma bir fikir versəz görərsiniz, burada artmağa başlayır. Yəni qiymət hərəkət etdikcə görürsüz, dəyər zonası value area yuxarı qalxmağa başlayır get-gedə. Gün irəlilədikcə nəticədə və burada bitdi gün. Yəni Unhort value profile davam edən günü get-gedə toplayır. Harda çox həcm icra olundu burada. Günün ən güclü zonası buradır. Normal paylama var burada. Point of control isə buradadır. Value area high buradadır. Value area low, yəni dəyər zonasının aşağı sərhədi oradır. Point of controldan birinci standard deviation value area gördüyünüz kimi ağ olan zonadır. Sonra bir də nə ilə görmək olar? Nə qaldı? Session value profile'ın öz indikatoru var. Burada görürsüz şamlar hissəsidir. Buraya gələndə amma bu heç rahat deyil. Yəni yanaşmada rahat tətbiq olunacaq bir şey. Burada session value profile var. Candle formasıdır. Sırf burada qrafik filan yoxdur. Hər şey sessiya value profile şəklində olur. Gözləyin. Bunlar da belə öz zövqümüzə görə dəyişirik yenə. Məsələn belə bunları da up value-da belə seçirəm ki, daha çox seçilsin. Sonra burada deməli bağlıdır. Histogram boxu sıfıra indirirəm. 100 qalsın bunlar. Row size isə 6000 edirəm. Nəysə. Bunu ondan ötürüdür ki, sadəcə düzəlir. Row size-i biraz daha azaltmaq lazımdır. Yəni bu ondan ötürüdür ki, candle olmadan sadəcə şeylə baxasınız. Bunu daha çox saxlamaq lazımdır. Burada 6000 keçmir. 500 qeyd edək ki, necə olur. Burada 6000 keçmir. Biraz daha az eləmək. 500 də yaxşıdır. Bura sadəcə ondan ötürüdür ki, yəni heç bir şam məsəl üçün istifadə eləmədən, heç nə əlavə bir alət filan olmadan sırf biz hər şeyi sessiya value profile şəklində görürük. Yəni sessiyaya baxaq. Sessiyanın həcm profili ilə işləyək. Bu ondan ötürüdür. Ona görə deyirəm, bu rahat deyil. Buna ümumi bir uzaq başı şey kimi baxmaq olar. Burada əməliyyat götürmək, qərar vermək çətin olar. Buna sadəcə ümumi bir ideya kimi baxmaq olar ki, qiymət hazırda hansı zonalar, hansı qiymət həddləri məsələn güclüdür, hansı qiymət həddləri zəifdir, hansı sessiyalarda həmin zonalarda daha çox qiymət dəyər görməyə meyillidir və yaxud da daha az dəyər görüb, value arealar qabaqda overlap dərsi keçəcəyik, value arealar harda üst-üstə düşüb, həmin zonalardan qiymət necə reaksiya gördüdür və s. Bu kimi ümumi üzdən mövzular üstündən keçəcəyik ki, bunları öyrənəsiniz. Beyin, yenə deyirəm, bir şeyi öyrənməkdən ötürü gərək ki, birinci sadə şeyləri öyrənib.
Birinci sadə mövzuları başa düşək ki, bu nədir, bu nədir, bu nədir, bu nədir. Ondan sonra ortalığa bir anlam çıxarda bilərik ki, datasına əsasən bunu statistik körpüdür həqiqətən, bu təkrarlanan bir şeydir. Ə, Belə, yəni bu 4 üsulla session value profile-a baxmaq olar. Sessiya value profile, eyni zamanda session TPO deyilən də bir şey var, yəni market profili. Amma market profilinə elə ehtiyac yoxdur, çünki onsuz da value profile daha dəqiq data ilə göstərir. Zaman keçirməyinə görə yox, o tick value və yaxud da order value-una görə göstərir. İndi bunu qaytarım adi şamlara. Adi şamlara mənim özüm istifadə etdiyim value profile buradakı, yəni value profile HT'dir. Bu sadəcə məsəl üçün görürsüz, əvvəlki sessiyalara baxa bilirsiniz. Qiymətin məsəl üçün gündən günə. Deyək ki, məsələn bu günün value low, əvvəlki günün value low bu hissədədir. Məsələn deyək ki, bu gün orada olmayıb, bu gün hal-hazırda buralarda bir yerdədir. Deyək ki, məsəl üçün burada gəldi. Qiymət, mən artıq burada longlarda daha şey olaram, daha belə ümumi gözdən baxaram ki, longlar daha yüksək ehtimallıdır, çünki dəyər daha yuxarı zonalarda yaradılıb. Yəni qiymətin ən çox hər rast tapdığı daha yuxarı zonalardır deyə burada götürəcəyim, yəni bu hissələrdə götürəcəyim şey, yəni dünənin və bugünün dəyəri yuxarı zonalarda deyə qiymət hər an ora qayıda bilər və burada götürəcəyim hansısa bir long imkanı daha yüksək ehtimallı ola bilər. Sadəcə bir ideya verdim. İstifadəçi gələcəkdə görəcəyiniz, məsələn, istifadə edə biləcəyiniz məsələlərin bir ideyasıdır. Və bir də session value profile sadəcə şeyə yox, çox əvvələ də baxa bilərsiniz. Yəni ümumi bir tooldur, çox super bir tooldur, çox vacib bir tooldur, çox həyat dəyişdirən bir tooldur session value profile. Hər cəhətdən, yəni bunu qucaqlayın, session value profile qucaqlayın. Mən paxıl adam olsaydım deyərdim ki, session value profile istifadə eləməyin. Session value profile-dan qaçın, bu şeydir, filandır, gedin ICT öyrənin. Əgər ki, mən pisliyinizi istəsəydim. Amma mən pisliyinizi istəmirəm. Mən deyirəm ki, session value profile qucaqlayın. Ümumiyyətlə, value profile qucaqlayın. Görəcəksiniz ki, o sadəcə təpələrdən ibarət deyil. O təpələr marketin özüdür. Belə növbəti dərslərdə görüşəndək.